Deməli, əziz dostlar, dəyərli yoldaşlar, ilk öncə bu gözəl şəraiti yaratdığı üçün Rəşid Behbudov adına, Dövlət Mahnı Teatrının rəhbəri Ülviyə xanım Bəbirovaya və Bədii Quruluş hissəsinin müdürü Elçin Rəhimov qardaşımıza, eləcə də özü görünməyən, ancaq peşəsi ilə, ixtisası ilə, texniki vasitələrlə bax bu gözəl məkanı işıqlandırmaqdan tutmuş, ta səs asistentinə qədər bütün inzibati işlərdə xidmət göstərənlərin hamısını mən alqışlayıram. Həm də burada əsas etibarilə bu tədbiri təşkil edən Aşıq Pəri Məclisinin rəhbəri Pərvanə xanım Zəngəzurlunu və onun bütün işçi kollektiv qrupunu, bundan da əlavə Aşıq Murad Niyazlının qızı, o indi buradadır. Xahiş edirəm, gəlin onu alqışlayaq. Xanım burada eləşib, əgər mümkünsə ayağa dursun. O görsənsin, hə, göründü. Dostlar, maraqlı bir hadisə danışacağım sizə. Bir neçə il öncə bir təsadüfdür əslində. Çünki mən bilmirdim ki, sevib də dinlədiyim sosial şəbəkələrdə, hətta Gəncə şəhərinə gedib gəldikcə o şəhərə də səsi Şəmkir şəhərindən gəlib çıxmış, təbiəti gözəlləşdirən, öz dinləyicilərinin ürəyini, könlünü oxşayan Aşıq Muradın mən səsini dinlədikcə, sonralar təsadüfdən onun evladlarından birini, yəni Aşıq olmasa da gözəl şairəmiz Şəlalə xanımı tanıyası olacaq və sonralar da mən onun şeirlərinlə maraqlandıqca bildim ki, o Aşıq Murad Niyazlının qızıdır. Onlar əslən Göyçə mahalınındır, daha sonralar isə Şəmkir rayonunda yaşayıb yaradıblar. Xanım özü Şəmkirdə doğulsa da, onun ürəyi, ruhu belə demək olar ki, elə Göyçə mahalınla da bağlanır. Dostlar, mən sizə şeir oxuyacağım, amma burada bir söz var, Quzu Bulaq. Digər yoldaşlar ola bilsin, bunu bilməsin. Quzu Bulaq Göyçədə bir bulağın adıdır. Mən şeir oxuyanda bu sizə qaranlıq qalmasın. Ətri çöllərə yayılsın deyə, nurunu torpağa çiliyir bahar. Qışın yuxusundan ayılsın deyə, köməyi günəşdən diliyir bahar. Sən bizim ellərə nazlı gəlin tək, xoş gəlmisən qədəmlərin mübarək. Bir əlində xonça, birində çələng, yurduma bərəkət əliyir bahar. Yadıma beçənin balı düşübdü, güllərin üstünə xalı düşübdü. Elə bil çiynindən şalı düşübdü, körpə balasını bəliyir bahar. Niyazlı sevinir, eller güləndə, Nərgizin üstünə çiçək töküləndə, səhərlər açılıb dan söküləndə, Quzu bulaq kimi məliyir bahar, Quzu bulaq kimi məliyir bahar. Əzizlərim, bu bir bahar şeiri idi. Hörmətli aşığımız Murad Niyazlı tərəfdən yazılmışdı, ancaq o digər aşıqlar kimi məhəbbət mövzusuna da həmişə diqqət ayırıb, sevilmək istəsən, sevmək istəsən, əzəl başdan etibardır məhəbbət. Nə əyilməz, nə sarsılmaz, nə sınmaz. Hər kəsin qəlbində vardır məhəbbət. Qiymətini sən düzgün ver, düzlərin, sinən üstə yaraları düz, dərin, çəmənli çöllərin, yaşıl düzlərin boynundakı insanlardır məhəbbət. Keçirdim nəzərdən cəm gözəlliyi, keçirdim nəzərdən cəm gözəlliyi, heç nəyə bənzəmir insanın çiyi. Gözlə,
gözdə səxavəti, satma mənliyi, əlində tükənməz, vardı məhəbbət. Həyat gözəlləşir, keçdikcə zaman, bəd nəzər görməsin aman, əl-aman. Göylərə baş çəkir neçə qəhrəman, el içində bir vüqardı məhəbbət. Qoy qurulsun məclis, dolansın saqi, məhv olsun vətənə göz dikən yağı, hər yanda ucalsın sülhün bayrağı. Milyon milyon arzulardı məhəbbət. Könüllər mülkünün odur təməli, odur düşüncəsi, odur əməli. Hökm etdi Fərhada, dünya gözəli Bisutun dağını, yardı məhəbbət. Aşıq Murad, onu unudar çətin. Aşıq Murad, onu unudar çətin. Qohuma hörmətin, dosta hörmətin. Tarix boyu itirməyən qiymətin. Doğru sözdür, düz ilqardı məhəbbət. Doğru sözdür, düz ilqardı məhəbbət. Təşəkkür edirəm cənablar və xanımlar. Minnətdaram sizə, vaxtınızı aldım. Siz də çox sağ olun.